Bağışlayan və mehriban Allahın adı ilə salamlayıram hər birinizi dəyərli tamaşaçılar. Ramazan ayının 17-ci günündə Allah oruc namazlarınızı və ibadətlərinizi qəbul etsin. Ümidvaram hər şey qaydasında irəli gedir. Allaha həmd və səna edirəm ki, bugün bir daha yeni bir Quran ayəsi ilə sizin qarşınızdayım. Həcc surəsi 40-cı ayədə Allah Taala çox gözəl və dəyərli bir nöqtəni bizim nəzərimizə çatdırır. Bismillahirrahmanirrahim. Və la yansurannallaha men yansuruhu innallaha laqaviyyun aziz. Allah şübhəsiz ona, yəni onun dininə yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir. Yəni Allah Taala qüvvətlidir və qüdrət sahibidir, yenilməzdir. Burada çox gözəl bir nöqtə qeyd olunubdur. Allahın bir vədəsidir insanlara. Allah Taala deyir ki, hər kim mənim dinimə kömək etsə və özü haqqında hətta qeyd edəndə deyir ki, Allah şübhəsiz ona, yəni onun dininə yardım edənə yardım edəcək. Həqiqətən Allah qüvvətli və yenilməzdir. Baxın, Allahın vədəsidir. Allah Taala bizə burada çatdırır ki, əmin olaq ki, Allahın köməyi qətidir bizə. Bu şərtlə ki, biz də onun dininə kömək edək. Yaxşı, Allahın dininə necə kömək etmək olar? Ümumilikdə bir nöqtəni nəzərinizə çatdırım ki, bəzən bu cür ayələrə rastlaşanda bəzi insanlar hətta düzgün dərk etmədikləri üçün elə düşünürlər ki, Allah Taala sanki bizim köməyimizə möhtacdır. Yox, burada məsələ Allahın bizim köməyimizə möhtac olmasından getmir. Allah ehtiyacsızdır və qüdrət sahibidir və hətta ayənin sonunda da vurğulanır ki, yenilməzdir. Yəni Allah istədiyi surətdə öz dinini qoruya da bilir, irəli də apara bilir və istədiyi tərəflərdə yaya da bilir. Sadəcə bizim yəni bu dünyada olmağımız və bəzi işlərin bizim öhdəmizə qoyulması, vasitəçi kimi bizim qərar verilməyimiz məhz bizim bu dünyadakı imtahanımızdır. Yəni biz imtahan olunuruq bu şeylərlə. Allahın bizim köməyimizə ehtiyacımız olmasa da bizim Allahın köməyinə hədsiz dərəcədə ehtiyacımız var və Allahdan asılı bir varlıqlarıq. O yüzdən də əgər Allah Taala hansısa bir iş üçün bizi vasitə qərar verirsə, bu bizim öz xeyrimizədir. Yəni bu o deməkdir ki, əgər biz Allahın dininin yayılmasında, Allahın dininin qorunmasında hansısa addımları atırıqsa, hansısa işləri görürüksə, bunun müqabilində Allah da bizə yardım edir. Yəni sözsüz ki, bunun özü Allahın lütf və inayətidir. Həqiqətən də Allah Taala bizi vasitə qərar verirsə, hətta bu bir tək Allahın dininə köməkdən hesab olunmur, kömək məsələsində hesablanmır. Eyni zamanda hədislərdə də var ki, əgər hər hansı bir kəslər sizin qapınızı döyürsə, sizdən kömək istəyirsə, bu özü Allahın sizə nəzəridir. Yəni Allah Taala sizi vasitəçi qərar verib onu sizin qapınıza göndərib. Bunun üçün insanların yəni sizdən kömək istəməsini, sizə üz tutmasını, yardım istəməsini mütləq böyük bir fürsət bilin və bunun üçün şükr edin hətta. Çünki Allah Taala onları sizin qapınıza göndərib və sizin vasitənizlə onlara kömək etmək istəyibdir. Bunun üçün naşükrlük etməyək. Yaxşı, Allah Taala bizə burada çatdırır ki, əmin olaq ki, Allahın köməyi qətidir. Şərti də budur ki, biz də onun dininə kömək edək. Biz də yəni bəndə olaq, Allahın dininin qorunmasında, yayılmasında köməkçi olaq, nəinki zərbə vuraq. Yaxşı, bu zəmində də hansı işləri görə bilərik? Necə edək ki, əməl edək bu sahədə, əməllərimizi düzəldək? Birinci nöqtə budur ki, İslam düşmənlərinin müqabilində geri çəkilməyək, özümüzü zəif bilməyək. Çünki Allah Taala məhz Həcc surəsi 40-cı ayədə vədə verir ki, sən əgər mənim dinimə kömək etsən, mən də sənə qəti surətdə kömək edərəm və mən qüvvətli və yenilməzəm. Sözsüz ki, Allahın bizə verdiyi vədə böyük vədədir. Və İslam düşmənlərinin müqabilində biz istər yəni cihad məsələsində, istər bugün sosial şəbəkələrdə, istər vurulan töhmətlərdə, böhtanlarda gərək yolumuzdan qalmayaq, gərək geri çəkilməyək, gərək bir-birimizin əlindən tutaq, addımlayaq irəli doğru. Birinci nöqtə budur. Yəni Allahın vədəsinə inanıb əməl etməyə çalışaq. Meydandan qaçmayaq. İkinci növbədə hər gün ən azı
din üçün kiçik işlərdən belə olsa, hansısa işləri öhdəmizə alıb görək. Bu kiçik işlər nədən ibarətdir? Məsələn, adi yığıncaqlarda, məhz bu günlərdə həm belə deyək ki, Novruz günləri ərəfəsidir, həm insanların çərşənbə axşamlarını qeyd etdiyi vaxtlardır, həm eyni zamanda insanların Ramazan süfrələrində, iftar süfrələrində görüşdükləri vaxtlardır. Məxsusən də bu gecələri ki, insanların çoxusu oyaq qalır, ibadətlə məşğul olur, çox vaxt gecə çaylarına toplaşırlar. Və bu süfrələrdə bizim bəhsimiz, mövzumuz məhz Allahın dininə kömək etmək olsun və xırda da olsa orada İslam dininin təbliğatını aparaq, Quran ayələri müzakirə yerimiz olsun, hansısa hədislər müzakirə yerimiz olsun, hansısa bir ictimai problemləri, müsəlman cəmiyyətində olan ictimai problemləri həll etməyə çalışaq ən azından. Hər gün ən azı din üçün kiçik bir proqramımız olsun. Kiçik bir iş görməyi qarşımıza məqsəd qoyaq. Bu kiçik işlər nələr ola bilər? Sadə bir paylaşım ola bilər ki, sosial şəbəkələrdə indi fəaliyyət çoxdur. Xırda bir video rolik ola bilər. Hansısa bir namazı bilməyən şəxsə namaz öyrətmək ola bilər. Orucun mənasını başa düşməyən şəxslərə hansısa bir oruc haqqında məlumatları vermək, hansısa bir balaca kitabın məsələn çap olunması, hədiyyə olunması, xeyriyyə işləri məhz elə xörək və ərzaq paylamaqda olmur. Bəzən yəni insanın mədəniyyət və inkişafı üçün də hansısa xeyriyyə işləri görmək olar. Və kitab haqqında qeyd etmək istəyirəm ki, ən böyük xeyriyyələrdən biri dəyərli və faydalı İslami kitabların insanlara hədiyyə olunması və paylanmasıdır. Kiminsə yəni Allaha doğru yönəlməsində kiçik bir payımız olsa, sözsüz ki, bizim də dinə köməyimiz çatacaqdır. Üçüncü nöqtə, öz həyatımda ümumiyyətlə gündəlik həyatımız ki var, gündəlik həyatımızda əxlaqımıza çox diqqət yetirək. Nəyə görə? Çünki bugün mənim əxlaqımın düzgün olması bir mömin şəxs olaraq cəmiyyət üçün böyük bir sərmayədir. Nəyə görə böyük sərmayədir? Çünki əgər mən dinimdə düzgün rəftar etmirəmsə, əxlaqımı düzəltmirəmsə, yumşaq, xoş əxlaq insan deyiləmsə, bu deməkdir ki, cəmiyyətdə mən möminləri və İslamı düzgün tanıtdırmayacağam. İnsanlar mənim rəftarıma baxıb İslamda olmaq istəməyəcək. Düşünəcəklər ki, mömin əgər budursa, müsəlman, Allahı tanıyan bu cürdürsə, və sonunda mən istəmirəm, elə bu cür daha yaxşıyam. Necə ki, bugün bir çoxları vurğulayır ki, namazdır, orucdur, bunlar mühüm deyil, əsas yaxşı adam ol, insanlara yaxşılıq elə. Və öz gündəlik həyatımızda biz çox diqqətli olmalıyıq ki, həqiqi möminin xüsusiyyətlərini daşıyaq. Yəni, həqiqi müsəlmanın, həqiqi möminin nümunəsinə çevrilək. Necə ki, Əhl-i-Beyt bizə buyurur ki, bizə zinət olun, bizə töhmət yeri olmayın. Bizə zinət olun nə mənadadır? Yəni, siz elə rəftar eləyin ki, çünki sizə baxanda belə düşünəcəklər ki, aha, Əhl-i-Beyti sevənlər, Əhl-i-Beytin yolunu gedənlər bu cürdürsə, biz heç bunların ardıca getmək istəmirik. Bu yüzdən də bəzən insanlar cəmiyyətdə dini və yaxud möminliyi səthi başa düşürlər və məhdudlaşdırırlar bəzi şeylərdə. Məsələn, sadəcə saqqal saxlamaq, başına hicab taxmaq və yaxud da zahirdə əlində təsbih, dili zikirli olmağı sırf möminliyi kimi bilirlər. Amma baxırsan ki, ailə daxilində bu insan öz ailə üzvləri ilə düzgün rəftar etmir, adi İslami əxlaqa sahib deyil. Və yaxud baxırsan ki, bu insan iş yerində və yaxud cəmiyyətdə, təhsil aldığı mərkəzdə hansısa çatışmamazlıqları var ki, bu İslamda mömin şəxs üçün çox böyük bir nöqsandır. Bəs deməli, əsas işimiz, əgər istəyiriksə Allahın dininə kömək edək, başa düşməliyik ki, bizim vücudumuz canlı bir kömək ola bilər Allahın dininə. Necə? Xoş əxlaqla, gözəl xüsusiyyətlərlə, insanlarla xoş dillə danışmaqla, biz möminliyi və müsəlmanlığı ən gözəl şəkildə insanlara çatdıra bilərik. Necə ki, Əhl-i-Beyt özü buyurur, insanları bizim yolumuza dəvət edin, dildən qeyri şeylərdən, yəni dilinizlə yox, rəftarınızla dəvət edin. Çünki insanların hamısı, demək olar, əksəriyyəti əvvəl danışığa baxırlar, zahirə baxırlar, daha sonra rəftarlara görə qənaətə gəlirlər. Demək olar ki, biz bəzən insanları öz dilimizlə qəlbini əldə edirik, rəftarımızla isə onları öz həyatımızdan qaçırdırıq. Bu yüzdən də bu məsələlərdə çox diqqətli olaq ki,
Biz mömin olaraq, müsəlman olaraq cəmiyyətdə hər birimiz məsuliyyət daşıyırıq. Biz hər birimiz məsuliyyət daşıyırıq ki, əxlaqımızı, nəfsimizi gözəl şəkildə tərbiyələndirək, yaxşı formalaşdıraq ki, digər insanlar üçün nümunəyə çevrilək. Bizə baxanda Allahın dininə doğru gəlməyə çalışsınlar. Nəinki İslamdan fərari olsunlar. Bugünlük mövzumuz burada tamamlanır və sabahki gündə yenidən sizlə görüşmək ümidi ilə Allaha əmanət olun.